Hanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Hər vaxtınız xeyir olsun. Mən Qabil Türkoğlu 3 xırda mövzuya toxunacağam və sonra keçəcəm YouTube kanalımız Haqsızlığa Susmada başqa xəbərlərlə və bu xəbərlərin açıqlamasıyla sizi agah eləyəcəyəm. Ona görə yayıma baxar-baxmaz dərhal YouTube kanalımız Haqsızlığa Susma kanalına gəlin. Deməli, birinci, Sabirabadın polis reisi Ramin Qədirov. Değerli vətənlərim, ölməz kaşşəyə oxşayan bu Sabirabadın polis reisi Sabirabadı elə günə qoyub ki, sabah bir inqilabın tətikləyicisi Sabirabad olsa, heç şaşırmayın. Nəyi var hökumətə, ilhama, necə lazım nifrət yarada bilibdir? Əzizəm vətən, çox dəhşətli rayonda elə bil ki, Sabirabad cəmaatı elə plendir, plen. Əsrdir elə onun əlində. Erməni əsrliyində olanlar bu Ramin Qədirovun rayonunda olanlardan daha rahat yaşayır. Uzun sözün qısası Sabirabad barədə geniş məlumat verəcəyəm canlı yayımda. Daha sonra dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, mən sizə göstərim. Bildiyiniz kimi bir cavan oğlan var, blogerdir. Göstərəcəm, tanıyacaqsınız. O adam ancaq bariyerlər, narkotik satanların və qumar oynayanların əleyhinə videolar göstərirdi, paylaşırdı, çəkib paylaşırdı. Gəlin baxaq bir buna, gəlin bir buna baxaq, gəlin baxaq. Baxaq. Ola bilər ki, o kreslodan kənar bizi baş polis idarəsindən çağırmışdılar. Rəis mavini Mahmud Ağası alaraq təhdid edib ki, Elvin videoları silməsə, bizim başqa variantlarımız var deyib qorxudur. Arvad səhərə kimi yatmıyor. Elvin Hidayətoğlu, bəli, bu adam, dəyərli həmvətənlərim, oğurlanıb bu adam. Bu adamın yeri bilinmir hardadır, oğurlanıb. Bilirsiniz ki, biz hamımız bilirik ki, ölkədə insan oğurluğunun başında Daxili İşlər Nazirliyi durur. Bütün oğurluqların başında o durur. Dostlar, hal-hazırda Qabil elə belə adam deyil. Gör mənim gücümün, bacarığımın səviyyəsinə baxın ki, onun işgəncə verilən yerdə şəklini çəkib mənə atıblar. Baxın ha, İlham Əliyev işgəncə verdirir. İşgəncə verənlərin içində belə məni istəyən var, məni sevən var. İşgəncə verənlərin içində belə bu işgəncəyə qarşı olanlar var və birbaşa Elvin Hidayətoğlu'nun, baxın, işgəncə otağında şəklini çəkib mənə atırlar, baxın. Ayağı qandallı, baxın, ayağında qandal, görürsünüzmü? Əllərində qandal, görürsünüzmü? Orada tok vermək üçün, bədəninə tok vermək üçün, bax, aparat da var. Tokun təzyiqini qaldırmaq üçün görürsünüz, aparat da var, hansı ki burada. Görürsünüzmü dəyərli həmvətənlərim? Görürsünüzmü dostlar? Mən deyəndə bu İlham Əliyevin ailəsindən başqa ətrafından 99% hökumət Qabili sevir, istəyir bu rejim dəyişsin. İnanmırsınız. İlham Əliyev Şəmkir rayonundan cinayətkar dəstə yaradılıbdır. Şəmkir polisindən və Gəncənin baş polis idarəsindən əlbir işləyir. Onlar insan oğurluğu, orqan alveri, İlham Əliyevin və ətrafının necə deyərlər, aradan götür komandasını, yəni insanları aradan götürmək, məhv eləmək. Bu işləri görən silahlı dəstə yaranıbdır. Hələ aldığım məlumata görə deyəsən dəstənin için yarısından çoxu başqa yerlərdən gələn, Quzey İraqdan gələn Yezdi Kürdləridir. Nəysə, artıq silahlı dəstələr yaradılıbdır. Artıq hər yerdə polis insanlarımızı birbaşa vurur, birbaşa məhv eləyir, o biri dünyaya göndərir. Ay İlham Əliyev, bu savaşı niyə gizləyirsiniz? Elə cəsarətiniz varsa, polis açıq savaş elan eləsin. Biz də qaranlıqda onları biləkdə neyinirik? Bizim də ən azından yabamız var, lapatkamız var. En azından baltazar var, baltalar var. Bu savaşı elan eləmişsinizsə, doxunuz olsun, qeyrət olsun. Açıqca deyin, savaşı elan eləmişik. Gör, bir dənə başı papaqlı polis qalır mı onda? Bir dənə başı papaqlı polis qalır mı? Və gecə ilə bütün polislərin qapısı necə döyülür? Dəyərli həmvətənlərim, baxın, dostlar, adamı işgəncə otağından mənə şəklini atıblar, baxın. Adamı oğurlayıb İlham Əliyev, oğurlattırıb İlham Əliyev. Niyə? Necə oğurlattırıb? Niyə oğurlattırıb? Çünki bu qumar əleyhinə videolar paylaşır. Narkotik əleyhinə videolar paylaşır. Ölkədə görürsünüzmü? İlham Əliyev artıq start verdi. Dedilər Gürcistanın
20% büdcəsi qumar oyunlarından gəlir. Və ölkədə bir qumar oyunlarının Heydər Əliyev yasaklamışdı, bir açılışını elədilər. Artıq Sebrez deyilən bir yerdə böyük bir qumarxana, böyük bir narkotik alışı satışı mərkəzləri fəaliyyət göstərəcək və dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, məhz Emin Ağalarov bu qumar əleyhinə, narkotik əleyhinə danışdığına görə ailədə məsləhət olubdu. İlham Əliyevin dabrosunu alıblar, adamı oğrayıblar, ya o biri dünyaya göndərəcəklər, amma hələ ki o biri dünyaya getməyib, işgəncə altındadır Elvin, işgəncə edilən yerdən belə foto rəsmini sizə göstərdim. Elvin Hidayətoğlu. Şəmkir Gəncə, o cinayətkar dəstə barədə də mənə məlumatlar gələcək, mən sizə paylaşacağım. Elə Sibriz demiş, mən İlham Əliyev kişiyəm, mən kişiyəm, sən kişinin ana deyirlər. İlham Əliyev, mən sənə dünənləri dedim. Əlbəttə ki, məni nazirlikdən, bütün nazirlərdən izləyirlər. Mən dünən dedim ki, Elvin işgəncə verilir. Müraciət elədim Dövlət Təhlükəsizlik Xidmətinə. Onu oradan çıxardım, en azından bir video silinsin, mən heç nə demeyim. Dedim İlham Əliyev, səni 1 milyarddan yuxarı ziyana salacağım. Dedim mi, demədim mi? İlham Əliyev, mən güya bilmirəm, Bakının qulağının dibində sən 1 milyard 200 milyona Rusiya baza tikibsən. Dağların altında, güya bilmirəm mən. Güya bilmirəm. Yerini də bilirəm, amma koordinatını, ulitkasına qədər demirəm. Güya mən bilmirəm, Türkiyənin, İsrailin, Rusiyanın bazaları Azərbaycanda hansı toçkalardadır. Ulitkasına qədər bilirəm. İlham Əliyev, İlham Əliyev, mən kişi kimi dedim ki, mən deməyəcəyəm, o uşağı buraxın. İndi isə deyirəm, dostlar, Nərdarana gedən hərbi maşınlar hara yoxa çıxırdı, bilirsinizmi? Kolonlar, maşınlar, texnikalar Cev Nərdaranda niyə yoxa çıxırdı, bilirsinizmi? İran artıq bilir. İran bilirsə Amerika bilir, İngiltərə bilir, Avropada bilir. Siz bilmirdiniz elə, indi deyirəm bilin. Seabrezin, İlham Əliyevin o yeznəsi, Seabrezin altında böyük İlham Əliyev hərbi baza yaradıbdır. Böyük hərbi baza yaradıb. Bəli, çox böyük hərbi baza yaradıb, tikibdir. 1 milyarddan çox pul töküb ora. Elə bilirsiniz, orada aylarla texnikalar işləyir, minlərlə kamaz işləyir. Bir dənə qulağına tikirlər ona görə, ya bir dənə Titanic kimi gəmi tikirlər ona görə. Nə danışırsınız? Sebrizin altı böyük hərbi bazadır, Nardaranın altı. Böyük hərbi bazadır. İndi İlham Əliyev, dedim eləm, get bazanın yerini dəyiş. Dedim, mənlə razılaşın. Mənlə razılaşın. Mənlə uyum saxlayın. Mən elə belə adam deyiləm dedim. İlham Əliyev, sənə yol görünüb gedirsən, mən də gəlirəm. İlham Əliyev, fürsət tapıb məni öldürməsən, bilirsən ki, ölkənin başında mən olacağım. Ağıllı ol İlham Əliyev. Belə şeylər eləmə İlham Əliyev. Mənimlə didəşməyə çalışma İlham Əliyev. Gecə günü İrandan sənin arvadın uşağını söyürlər. Gecə günü Avropadan arvadın uşağını söyən blogerlər var. Mən son zaman daha əxlaqsız, namussuz, bu adi sözdür. Mən son zamanlar, son illərdə söydüyüm yadıma gəlmir. Köhnə videolardı paylaşırlar onlar. Siz niyə yaxşı İlham Əliyev onları istəmirsiniz, məni öldürmək istəyirsiniz? Niyə? Çünki mən Azərbaycanda ictimai, siyasi nüfuza təsir eləmək gücündəyim, eləmi? Çünki mən Azərbaycan xalqının danışan diliyəm, eləmi? Çünki real seçimlər olarsa, qabildən üstün səs toplayan ola bilməz, eləmi? Sən radikal müxalifəti, sərt müxalifəti aradan götürmək istəyirsən, eləmi İlham Əliyev? Olmayacaq. Arvadını gətirmək istəyirsən, eləmi? Olmayacaq. İlham Əliyev, qulağın görərsən. Ağıl. Əziz vətəndaşlarım, dəyərli soydaşlarım, bu və ya bunun kimi xəbərlərlə tanış olmaq istəyirsinizsə, gəlin Haqsızlığa Susma YouTube kanalımıza. Sağ olun burada.